Salam əziz şagirdlər və valideynlər. Bizim bugünkü dərsimiz qəpik və manat mövzusudur. Gəlin bərabər öyrənək. Biz bildiyimiz kimi nəsə almaq üçün qəpik və ya kağız pullardan istifadə edirik. Bəs bizim qəpik və kağız pullarımız, yəni manatlarımız nəydən ibarətdir? Baxaq. Qəpik pullarımız 1, 3, 5, 10, 20 və 50 qəpikliklərdən ibarətdir. Manat pullarımız, yəni kağız pullarımız isə 1, 5, 10, 20, 50, 100 və 200 manatlardan ibarətdir. Baxın, bizə burada deyir ki, 1 manatımız 100 qəpiyə bərabərdir. 100 qəpik necə düzələr qəpiklərdən? Məsələn, bizim 10 qəpikdən 100 qəpik düzəltməyimiz üçün 10 dənə 10 qəpiyimiz olmalıdır. 20 qəpikdən 100 qəpik düzəltmək istəyiriksə, bizim 5 dənə 20 qəpiyimiz olmalıdır. Qəpik qısa olaraq qəp, manat isə man kimi yazılır. Həmçinin manatımızın simvolu da var ki, baxın burada göstərilir. Keçək tapşırıqlarımıza. 4, 8, 11 qəpik pulu 2 dənə qəpik pulla necə düzəltmək olar? Uyğun misallar yazın. 4 qəpiyi nümunə olaraq düzəldib. Baxın, 1 qəpik və 3 qəpik. 1 ilə 3-ü toplayıb eləyib 4 qəpik. Gəlin biz də 8 qəpiyi düzəldib. 8 qəpiyi düzəltmək üçün 5 üstə 3 gələrik, eləyər 8. Bizim 5 qəpiyimiz də var, 3 qəpiyimiz də var. 5 üstə 3 bərabər 8. 11 qəpiyi düzəltmək istəyiriksə, 10 üzərinə 1 gələrik, eləyər 11. 10 qəpiyimizdə də var, 1 qəpiyimiz də var. 10 üstə 1 bərabər 11. Samir və Lalənin neçə qəpik pulu var? Baxın, Samirin 6 dənə 5 qəpiyi var. 6 dənə 5 qəpiyi tapmaq üçün necə eləyək? 5 üstəgəl 5, üstəgəl 5, üstəgəl 5, üstəgəl 5. Bir dənə də 5 gərək üstünə. Baxın. 1, 2, 3, 4, 5, 6. 6 dənə 5 qəpik. Toplayanda neçə eləyir? 30 qəpik eləyir. Bəs Lalənin neçə dənə qəpiyi var? Lalənin 4 dənə 10 qəpiyi var. Gəlin hesablayaq. 10 üstəgəl 10, üstəgəl 10, üstəgəl 10. Bərabər neçə eləyər? 40 eləyər. Yaxşı, biz addım saymağı da öyrənmişdik. 5-5 saymaq necə olurdu? Baxın, sayaq. Samirin pullarını sayaq. 5, 10, 15, 20, 25, 30. Bəs Lalənin pulları 10, 20, 30, 40. Birini 5-5 saydıq, birini isə 10-10 saydıq. Gəlin keçək digər tapşırığımıza. Hər pul qabında cəmi nə qədər pul var? Uyğun misalları yazın. Gəlin yazaq. A variantını yazaq. Bir dənə 10 qəpiyimiz var. Bir dənə 3 qəpiyimiz var. Bir dənə də 1 qəpiyimiz var. Toplayanda neçə eləyər? 10 üstə 3, 14, 13. 13 üstə 1, 14. Daha sonra B variantına baxaq. Bir dənə 10 qəpiyimiz var. Bir dənə də 10 qəpiyimiz var. Yəni 2 dənə 10 qəpiyimiz var imiş. Toplayanda neçə eləyər? 20. C variantında bir dənə 10 manatımız var. Bir dənə 5 manatımız var. Bir dənə də 1 manatımız var. Toplayanda neçə eləyər? 10 üstə 5, 15. Üstünə 1, 16. Digər tapşırığımıza baxaq. Hansı pul qabında daha çox pul var? Uyğun misalları yazın. Gəlin yazaq. A variantında nə qədər pul var? 10 qəpik, üstəgəl 5 qəpik, üstəgəl 5 qəpik. Toplayanda neçə eləyər? 10 üstə 5, 15, 15-in də üstünə 5, 20 qəpik. Bəs digər pul qabında nə qədərdir? Elə 20-dir. Deməli, bunlar bərabər imiş. Gəlin B variantına baxaq. B variantında birində 5 manat, üstəgəl 5 manat, üstəgəl 5 manat. Nə qədərdir? 15 manatı var imiş. Digərində isə 10 manat, üstəgəl 1 manat, üstəgəl 1 manat. Nə qədər elədi? 12 manat. Deməli, B variantında
Birinci pul qabındakı pulların sayı daha çox imiş. Keçək 4-cü tapşırığımıza. Sual işarəsinin yerinə hansı ədədlər olmalıdır? 2 dənə 10, 10 manat birlikdə neçə manat olar? Neçə manata bərabərdir? Hələ hesablayaq. 10 üstəgəl 10. Neçə elədi? 20. Deməli, sual işarəsinin yerinə 20 manat yazılmalıymış. B variantında deyir ki, neçə qəp 2 dənə qəpiklikləri birlikdə bir 10 qəpikliyə bərabərdir. 2 dənə 5 qəpiyimiz üstəgəl 5 bərabər 10 qəpiyə bərabərdir. Yəni burada sual işarəsinin yerinə 5, 5 yazılacaqmış. Gəlin məsələ həllimizə baxaq. Samir 16 manat kağız pullar yığmışdı. Pullardan biri 5 manatlıqdır. Samirin qalan pulları neçə manatlıqlar ola bilər? Biz bilirik ki, 16 manat kağız pullar yığıb. Və bu pullardan biri 5 manatdır. Gəlin 16-dan çıxaq 5-i, tapaq hələ qalan pullar nə qədərdir? 11 manatdır. 11 manatı necə yaza bilərik? Yəni neçə manatlıqları toplasaq 11 manat eləyir. 5 üstə 5 üstəgəl 1. 5 üstə 5 10 üstəgəl 1 11. Yəni Samirin 2 dənə 5, bir dənə də 1 manatlığı olmuş ola bilər. Və yaxud 10 üstəgəl 1, bir dənə 10 manatlığı, bir dənə də 1 manatlığı ola bilər ki, 11 olsun. Sonra bir dənə 5 manatlığı ola bilər, 6 dənə də 1 manatlığı ola bilər. 1 üstə 1 üstə 1 üstə 1 üstə 1 üstəgəl 1 bərabər 11 və yaxud da 11 dənə 1 manatlığı da ola bilər. Bu misalları yazacaqsınız dəftərinizə. Keçək digər məsələmizə. Deyir ki, uşaqlardan kimin fikri doğrudur? Aynur deyir ki, mənim 3 dənə qəpik pulum var. Onların cəmi 17 qəpiyə bərabərdir. 17 qəpiyə bərabər ola bilər 3 dənə qəpik pul. Elxan isə deyir ki, 3 dənə qəpik puldan 17 qəpik düzəltmək olmaz. Görək hələ Aynur düz deyir, yoxsa Elxan düz deyir. Gəlin 3 dənə qəpik formasında yumru dairələr çəkək. Cavab olmalıdır 17. Bir dənə də toplama işarəsi qoyaq aralarına. Deməli, biz bilirik ki, 1 qəpiyimiz, 3 qəpiyimiz, 5, 10, 20 və 50 qəpikliklərimiz var. Gəlin 10 qəpik yazaq bura. 10 qəpik üstəgəl 3 qəpik yazaq. 13 qəpik. Bir dənə də yenə 3 qəpik yazaq. Oldu 16 qəpik. 17 olmadı axı. 16 oldu. Yaxşı, gəlin bunu silək. Yazaq yenə 10 qəpik. Üstəgəl 5 qəpik. Bir dənə də 1 qəpik yaza bilərik. Axı bizim 2 qəpiyimiz yoxdur, 17 eləyək. Yenə 16 qəpik oldu. 17 qəpik deməli alınmır. 17 qəpik olması üçün bizim 4 dənə qəpiyimiz olmalı idi ki, 17 qəpik olsun. Necə olar o? Məsələn, bir dənə də qəpik qoyaq bura, üzərinə gələk. Bir dənə 1 qəpiyimiz də olsaydı, olacaqdı 17. Deməli, Aynur yanlış deyilmiş. 3 dənə qəpikdən 17 qəpik düzəltmək olmaz. Elxan haqlıymış. Bizdən də kimin doğru fikirdə olduğunu istəyir. Elxanın fikrinin doğru olduğunu seçirik.